Almanya Avropanın ən inkişaf etmiş və ən nüfuzlu ölkələrindən biridir. Güclü iqtisadiyyatı, yüksək həyat səviyyəsi, müasir texnologiyaları, zəngin tarixi və mədəni irsi ilə hər il milyonlarla insanın diqqətini cəlb edir. Bu ölkə həm turistlər, həm tələbələr, həm də iş axtaran insanlar üçün böyük imkanlar təqdim edir. Almaniyanın paytaxtı Berlin şəhəridir. Berlin yalnız ölkənin siyasi mərkəzi deyil, həm də incəsənət, elm və mədəniyyət sahəsində Avropanın ən məşhur şəhərlərindən biri hesab olunur. Brandenburg qapısı, Berlin divarının qalıqları, muzeylər adası və Reichstag binası turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Almaniya dünyanın aparıcı sənaye ölkələrindən biridir. Burada avtomobil istehsalı xüsusi yer tutur. Mercedes-Benz, BMW, Audi, Porsche və Volkswagen kimi məşhur markalar Almaniyada yaradılıb və bugün dünyanın hər yerində tanınır. Ölkə həmçinin maşın qayırma, kimya sənayesi, elektronika və tibb texnologiyaları sahəsində də lider mövqedədir. Təhsil sistemi Almaniyanın ən böyük üstünlüklərindən biridir. Dövlət universitetlərinin əksəriyyətində təhsil ödənişsiz və ya çox aşağı ödənişlidir. Bu səbəbdən dünyanın müxtəlif ölkələrindən minlərlə tələbə Almaniyanı seçir. Elm və innovasiyaya böyük investisiya qoyulması ölkənin inkişafına mühüm töhfə verir. Almaniya təbiət gözəllikləri ilə də seçilir. Qara meşə, Bavariya Alpları, Reyn çayı, Konstans gölü və saysız hesabsız milli parklar ölkəyə xüsusi gözəllik bəxş edir. Qədim qalalar, orta əsr şəhərləri və romantik kəndlər Almaniyanı Avropanın ən maraqlı turizm istiqamətlərindən birinə çevirir. Ölkə öz mədəniyyəti ilə də dünyaya böyük təsir göstərib. Beethoven, Bach, Brahms kimi dahi bəstəkarlar, Goethe və Schiller kimi məşhur yazıçılar Almaniyanın dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərdir. Klassik musiqi, teatr, muzeylər və festivallar burada gündəlik həyatın ayrılmaz hissəsidir. Almaniyada keçirilən Oktoberfest dünyanın ən məşhur festivallarından biridir. Hər il milyonlarla turist Münhen şəhərinə gələrək bu bayramın ab-havasını yaşayır. Bununla yanaşı, ölkənin möhtəşəm milad yarmarkaları da qış aylarında Avropanın ən gözəl tədbirləri sırasında yer alır. Almaniya ekoloji siyasətə xüsusi önəm verir. Günəş və külək enerjisindən geniş istifadə olunur, tullantıların çeşidlənməsi və təkrar emalı isə insanların gündəlik həyat tərzinə çevrilib. Bu sahədə Almaniya bir çox ölkələr üçün nümunə hesab edilir. Bugün Almaniyada milyonlarla xarici vətəndaş yaşayır və çalışır. Ölkə peşəkar mütəxəssislərə, mühəndislərə, həkimlərə, it mütəxəssislərinə və müxtəlif peşə sahiblərinə geniş imkanlar yaradır. Yüksək maaşlar, sosial təminat sistemi və təhlükəsiz həyat şəraiti Almaniyanı dünyanın ən cəlbedici ölkələrindən birinə çevirir. Əgər siz səyahət etməyi, xaricdə təhsil almağı və ya yeni imkanlar axtarmağı düşünürsünüzsə, Almaniya mütləq diqqət yetirilməli ölkələrdən biridir. Tarixi, müasirliyi, elmə verdiyi dəyər və yüksək həyat keyfiyyəti ilə Almaniya hər il milyonlarla insanı özünə cəlb etməyə davam edir. Videonu bəyəndinizsə Avrasiya Onestar YouTube kanalına abunə olun, videonu bəyənin və dostlarınızla paylaşın. Yeni ölkələr, maraqlı faktlar və ilham verici səyahətlər haqqında videolarımızı qaçırmayın.